Biz İsrail övladlarına Tövrat kitablarında qəti hökm verdik və elan etdik ki, şübhəsiz siz yer üzündə, Fələstində 2 dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız. Beləliklə, o 2 itaətsizliyin birincisinin cəzasının vəd edilmiş vaxtı çatanda, özümüzün çox döyüşkən olan bəzi bəndələrimizi sizin üzərinizə göndərərik. Beləliklə onlar sizi öldürmək üçün hətta evlərin içini axtararlar ki, heç kimi diri qoymasınlar. Bu baş verəcək qəti bir vəddir. Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından onlardan çox edərik. Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir. Digər itaətsizliyin cəzasının vəd edilmiş vaxtı çatanda, üzlərinizi məğlubiyyətin və əzabın şiddətindən qəmli və qara etmək, birinci dəfə daxil olduqları kimi məscidə, Məscid-ül-Əqsaya daxil olmaq və əllərinə keçəni məhv etmək üçün üzərinizə düşmənlər göndərərik. İkinci məğlubiyyətdən sonra, əgər tövbə edib haqqa üz tutsanız, ümid var ki, Rəbbiniz sizə rəhm etsin və dövlət və müstəqilliyinizi yenidən qaytarsın. Və əgər fəsada qayıtsanız, biz də cəza verməyə qayıdarıq.